görsən ki, dünya gözəli qızdır. Bu dünya gözəldir. Nə Amma gözəl qızdır. nəfəsindən qoxu gəlir. 1 metr məsafədən söz deyəndə o nəfəsindən gələn qoxu, insanlar deyirlər, bu nə də belə şey olar, bu nə qoxudur, bu nə iyidir belə. Bunun səbəbləri təbii çoxdur. Ağızdan gələn o pis qoxunu verə biləcək birinci ağız boşluğu xəstəlikləridir. Dişdə karyez olanda, diş dibinin əti xəstə olanda və yaxud da ki, bəzən görürsən badamcıqlar tonzillalarda. Onlar da verir qoxu. Onlarda çirk olanda, faringit olanda. Buradan keçirsən, yuxarı, məsələn, frontal və hemoral boşluqlarda çirk irin olanda. Oradan düşürsən, bronxlarda problem olanda, bəzən elə insan var, onun ağızciyərində kaverna var, yəni irin yığını var. Oradan düşdün aşağı, yemək borusundan mədəyə girəndə mədədə turşuluq çox ola bilir və yaxud da ki, yemək borusundan mədəyə keçən yerində klapan açıq qalır. Gör, nə qədər faktorlar var. Klapan açıq qalır. Oradan biraz da düşürsən aşağı, öd küsəsinin diskineziyası deyirlər. Bu haqda heç harada demirlər. Öd küsəsi yığılır, birdən spontan öd atır. Deyir, mən durduğum yerdə. Birdən elə bir zəhər gəldi, yandırdı buramı. Boğazımı kislatır. Boğazımı, mən ağzım acıdadı, dilimin üstü yamyaşıl. Bu nədir? Bax, o öd küsəsinin diskineziyası deyirlər ona. O da verə bilir həmin qoxunu iyi. Oradan düşür aşağı bağırsağa, bayaq dediyim kimi, orada nə var? Orada da disbakterioz var. Bağırsaq çöplərinin nisbəti pozulubsa, həzm pozulur və həmin pis qoxu oradan keçir və gəlir, hiss olunur insanın nəfəsində. Bax, gör nə qədər faktor əmələ gəldi.